Üzdə sanağı artıran üz yuma məhsulları hansılardır? 1. Sabunlar. Deməli, sabunlar dərini normadan çox qurudur, pH balansını pozur, dəri özünü müdafiə üçün daha çox yağ ifraz eləməyə başlayır. Nəticədə isə sanaqlar çoxalır. 2. Spirt tərkibli üz yuma məhsulları. Deməli, bu cür məhsullar dərimizi qurudur və qıcıqlandırır. Təmizləyir hissi versə də əslində sanağı çoxaldır. 3. Tərkibində salisil turşusu olan üz yuma məhsulları. Deməli, bu məhsullar aqressiv məhsullar hesab edilir. Çünki uzun müddət istifadəsi dərini soyur, dəri baryerini korlayır. Bu da ki, sanaqların çoxalmasına səbəb olur. 4. Skrablı üz yuma məhsulları. Deməli, bu məhsullar sanağı mexaniki şəkildə partladır. Bu da ki, bakteriyaları üzdə yayır, iltihabı artırır və iz qalma riskində çoxaldır. 5. Əksəriyyətinizin istifadə elədiyi hidrofil yağlar. Deməli, bu yağlar bəzi şəxslərdə üzdəki sanağı artıra bilir. Yaxşı təmizlənmədikdə üzdəki məsamələrə dolur və sanaq riskini artırır. Həmçinin bu yağlar dəri gənəsi olan demodeksi də artıra bilir. Bir sözlə, üzündə aktiv sanağı olanlara, gənə problemi yaşayanlara, yağlı məsaməli dərisi olan şəxslərə bu məhsulları istifadə etmək tövsiyə olunmur. Sanaq problemindən əgər siz də əziyyət çəkirsinizsə, sizə Nutrisensitiv üz yuma gelini tövsiyə edirəm. Niyə bu üz yuma geli? Çünki tərkibi ilk növbədə təbiidir və su əsaslıdır. Yəni ağır bir teksturası yoxdur. Tərkibində isə hamınızın tanıdığı cəfəri, dəfnə yarpağı ekstratı və sakitləşdirici maddə olan pantenol var. Özəlliklə həssas dərisi olan şəxslər üçün bu məhsul daha uyğundur. Çünki dərini yumşaldır, təmizləyir, üzü qurutmur, sanaqlara qarşı təsir göstərərək dərinizi də sakitləşdirir. Həmçinin təbii tərkibli olduğu üçün tərkibində dərimizə zərər verən silikon və paraben tipli maddələr də yoxdur. Nutrisensitiv üz yuma gelini Nutriko.az saytı, Instagram və Facebook səhifələrindən, həmçinin açıqlama bölümündə qeyd etdiyim əlaqə nömrəsi ilə sifariş verə bilərsiniz. Suallarınız yaranarsa şərhə yazın.